Hər vaxtınız xeyir əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Hisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə həmsöhbət verilişinizdəsiniz. Əziz tamaşaçılar, bugünkü müsahibəmizdə uzun illərdir Azərbaycanın siyasi və ictimai həyatında böyük iz qoymuş Arif Rəhimzadə ilə birlikdəyik. Onun siyasi fəaliyyəti, dövlət xidmətlərindəki təcrübəsi və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri kimi həyata keçirdiyi işlə Azərbaycan cəmiyyətində mühüm rol oynayıb. Xoş gəlmisiniz Arif müəllim. Sağ olun. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Sağ olun. Arif müəllim, fəaliyyətinizin müxtəlif sahələrinə dair bir neçə vacib sualımız var və bugün biz sizin həyatınıza və fəaliyyətinizə daha yaxından nəzər salmaq istəyirik. Ümumiyyətlə, həyatınızda ən böyük dönüş nöqtəsi və nə vaxt olub və bu dönüş nöqtəsi sizin fəaliyyətinizə necə təsir edib? Ümumi təəssüratlarınızı almaq istəyirik, buyurun. Bu biraz çətin məsələdir, sualdır daha doğrusu. Mən institut qutarandan sonra Peterburqda, Leningrad adlanırdı onda. Orada aspiranturaya daxil oldum. Sonra Krasnodar vilayətində işlədim bir müddət və Bakıya Elm Tədqiqat İnstitutunda işləməyə məni dəvət elədilər. Orada işləyirdim. Bir müddətdən sonra məni Nazirlər Kabinetində işlədim. Sonra Mərkəzi Komitəyə götürdülər məni işə. Mərkəzi Komitəyə məni işə götürəndə Heydər Əliyev hər bir instruktordan başlayaraq yüksək vəzifəli işçini özü qəbul edirdi, söhbət aparırdı. Mən də o vaxtı Elm Tədqiqat İnstitutlarına kuryerlik edirdim də, belə. Dedi ki, Elm Tədqiqat İnstitutlarında vəziyyət necə? Dedim, yaxşıdır, hər şey qaydasındadır. Dedi, belə deyil münasibətlə, sən heç vaxt yaxşı işləyə bilməzsən. Orada nöqsanlar var. Mən deyir, səni işə götürürəm, çünki səni məsləhət biliblər. Ancaq bir ilə kim belə işləmək olmaz. Belə əhval-ruhiyyə ilə işə yanaşmaq olmaz. Mən hesab edirəm, mənim həyatımda ən böyük dönüş nöqtəsindən biri o oldu. Daha doğrusu, mənim gələcəyim üçün münasibət, necə olası bir münasibət o vaxtı yarandı. Ondan sonra mən həmişə işdə çox tənqidi yanaşırdım. Tək şey yox, ümumiyyətlə, həyatda, küçədə, görəndə ki, misal üçün biri növbəsiz nəsə almaq istəyir, mən ona reaksiya verirdim. Bütün həyat fəaliyyətinizdə. Bəli. Və mən elə gəlir ki, ondan sonra mənim həyatımda işə münasibət tamamilə başqa formada getdi. Bəli. Tənqidi, yaxşını bilmək, nöqsanı ondan yaxşı bilmək və nöqsana çalışıb aradan götürmək. Arif müəllim, həmçinin Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri kimi bu qrupda fəaliyyətiniz barədə ümumi fikirlərinizi öyrənmək istərdik. Veteranlar Şurası bilirsiniz ki, Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında yaradıldı. Bu, mən hesab edirəm, Cənab Prezidentin çox belə uzaq görənliyi nəticəsində olan bir məsələ idi. Çünki partiyada işləyən adamlar var idi, partiyanın quruculuğunda fəaliyyət göstərən insanlar var idi və onlar potensialı da var idi. Və potensialı istifadə etməmək, mən hesab edirdim, böyük səhv olardı. Və Cənab Prezidentin rəhbərliyi ilə belə bir bölmə yaradıldı Yeni Azərbaycan Partiyasının tərkibində. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, cavanlara təcrübəni, gənclərə aşılamaq, onlarla daimi münasibət, ünsiyyət yaratmaq, onların suallarına çalışıb cavab vermək, düzü düz kimi, düz olmayan məsələləri izah etmək. Əlbəttə, cəmiyyət belədir ki, demək olmaz, bizdə hər şey idealdır. Nöqsanlar da var, böyük ancaq irəliləyiş də var, onu heç kəs inkar edə bilməz. Ancaq bir çox hallarda insanlar o balaca nöqsanlarda diqqətini cəmləyirlər. Və biz də çalışırıq ki, imkan dairəsində izah eləyək və ikinci növbədə o nöqsanların aradan götürülməsinə çalışaq, kömək eləyək. Keçmişdə Azərbaycan parlamentində fəaliyyət göstərdiyiniz dövrdə hansı mühüm qanunverici təşəbbüslərində iştirak etmişsiniz və ən çox hansı qərarın verilməsində mühüm rolunuz olub, belə desək?
Valla bunu demək çətindir bu. Çox qanun layihələri bizim mən işləyəndə, sonra komitə sədri oldum. O müddətdə də çox qanun layihələri keçdi. Bunu demək çətindir. Ancaq mən onu deyə bilərəm ki, bir neçə tutarlı məsələlər var idi. O qanunvericilik məsələsi deyil idi. Ancaq cəmiyyət üçün hesab edirəm çox vacib məsələ idi. Misal üçün, keçmişdə partiya orqanlarında, dövlət orqanlarında işləyənlərin məvacib məsələsi baxılırdı. Və onda prezident aparatında bir nəfər var idi, adını demək istəmirəm, iqtisadi məsələlərə baxırdı. Ona tapşırılmışdı, onu o tənzimləsin və təkliflərini versin. Və o təklifləri müzakirə edəndə mən hesab etdim ki, o tamamilə belə ədalətsiz bir mövqeydədir. O insanlar çalışıblar, işləyiblər, nailiyyətləri də olubdur və onları indi birdən-birə səhnədən götürmək düzgün olmazdı. Misal üçün, o vaxtı nəzərdə tutulurdu ki, Azərbaycanın prezidentinin, prezident yox idi, Nazirlər Kabinetinin sədrinin məvacibi Nazirlər Kabinetinin, İşlər İdarəsinin məvacibinə bərabərləşdirilsin. Pensiyası onun bərabərləşdirilsin. O da çox aşağı bir şey idi. Onda bizim söhbətimiz oldu. Demək, Nazirlər Kabinetinin sədri Artur Rəssadə idi. Onun yanında biraz kəskin şey oldu. Ancaq o məsələ, mən hesab edirəm ki, biz ona nail olduq. Çünki insanlar həqiqətən böyük həyat yolu keçmişdilər. Böyük nailiyyətləri olmuşdu. Düzdür, bəziləri siyasi cəhətdən düzgün mövqedə olmadılar, çaşbaş düşdülər, belələri də var idi. Ancaq buna baxmayaraq, mən hesab edirdim ki, onların pensiya təminatı kifayət qədər yüksək olmalıdır və ona biz nail ola bildik. Digər məsələlər də var idi. Misal üçün, qaz çəkiləndə, qazlaşma işə gedəndə, məsələ qoymuşdular ki, sayğaçları, demək, o sakinlərin hesabın olmalıdır. Mən də hesab edirəm ki, bu düzgün deyil tamamilə. Və böyük bir söhbətimiz oldu. Adını demək istəmirəm, ancaq yüksək vəzifə tutan bir insan idi. Dedim, bazara gedəndə özünlə tərəzi aparırsan? Dedi, yox. Dedim, mən niyə tərəzi aparmalıyam? Bu tərəzi sən verməlisən. Belə hallar olurdu. Qanunlarda, misal üçün, bələdiyyə qanunvericiliyində mən çox fəal iştirak etmişdim. Bələdiyyə qanunvericiliyində mən çalışırdım həmişə bələdiyyə özünə layiq cəmiyyətdə yer tutsun və bələdiyyələrin, misal üçün, qanunda belə bir məsələ var idi ki, ərazilərdə reklamla əlaqədar reklamdan gələn vəsait harasa getsin, bələdiyyələrə çatmasın. Misal üçün, mən nail oldum ki, onun bir hissəsi bələdiyyəyə getsin. Bələdiyyə ərazisində olan yerlərdə reklamlar varsa, belə məsələlər var idi. Çox sadalamaq olar, ancaq mən hesab edirəm, kifayətdir bundan, kifayətlənmək olar. Arif müəllim, Azərbaycan dövlət müstəqilliyinin bərpası prosesində iştirakınız zaman hansı əsas çətinliklərlə qarşılaşdınız və bu sizin təcrübələrinizə, hansı biləcək baxışlarınıza necə təsir göstərmişdir? Azərbaycan müstəqilliyi əldə edəndən sonra bilirsiniz ki, Azərbaycanda çox ağır bir vəziyyət yaranmışdı. Başlı başınalıq idi. Xaos, özbaşınalıq. Xaos idi, belə dəhşət idi. İnanın ki, əxlaqsız adamları ortaya salırdılar. Mən bir misal deyim. O Gəncə hadisələri olanda prezident aparatından heç kəs cürət edib, o Sürət Hüseynov var idi, onunla əlaqə saxlaya bilmirdi. Ora prokuroru göndərmişdilər, o da prokuroru həbs etmişdi. Və prokuror sərəncam vermişdi ki, prezidentin tutulmasına dair sərəncam imzalamışdı. Onda Yeni Azərbaycan Partiyasının bir qrup üzvləri axşam saat 8 idi, ya 8-in yarısı idi. Zəng elədik prezident aparatına ki, bax belə bir vəziyyət var, siz nə məlumatınız var, nə bir hərəkət edirsiniz. Biz təklif edirik, bizi qəbul edin bununla əlaqədar. Bir neçə nəfər getdi, o vaxtı İmam Mustafayev var idi. Azərbaycan rəhbər olmuşdu keçmişdə.
Onu da dəvət elədik, ağsaqqal adam idi, özü də təcrübəli belə insan idi, obyektiv çox insan idi. Gedən kimi bizi qəbul elədilər. Biz dedik ki, biz istəyirik Gəncəyə gedək, orada vəziyyəti öyrənək, gələk sonra məruzə edək və çıxış yollarını axtaraq. Razılaşdılar o dəqiqə, maşın zat da verdilər, elədilər. Getdik orada, demək, tanış olduq vəziyyətlə, həqiqətən orada qanzat da tökülmüşdü, ağır bir vəziyyət yaranmışdı. Və gəlib Milli Məclisdə məruzə edəndən sonra düşdülər bunlar bizim üstümüzə. Üstümüzə düşdülər, indi danışırlar, təhqir edirlər o yerində. Biz evə gedə bilmirdik. Məclisin qabağına qadınlar yığmışlar, özü də belə, nətər deyim, heç də yüksək mədəniyyətə malik olan qadınlar da öyle idi. Az qalırlar barmaqlarını gözümüzə soxsunlar. Elə bir hal yarandı ki, biz gözlədik hamı dağılsın, saat 9-da getdik. Bax, belə hallar var idi. Azərbaycanda çox ağır vəziyyət oldu. Çörək yox idi. Hər bir ərzaq nətər bir çətinliklə alınırdı. Qıtlıq idi belə. Qıtlıq idi tamamilə. Axşam düşəndən sonra cavan qadınlar, qızlar küçəyə çıxmaq təhlükəli idi çox. Qulağında tananı, barmağından üzüyü çıxardırlar. Deyirlər ki, biz müdafiə fonduna vəsait yığaraq. Belə başlı başınalıq tamamilə. Və onda əlbəttə yeganə bir yol, onu hamı başa düşürdü. Artıq iqtidarda olanlar da başa düşürdü ki, bu işin öhdəsindən gələ bilmirlər. Burada yeganə çıxış yolu, bu vəziyyəti düzəldən Heydər Əliyev ola bilər. Biz ondan qabaq əlbəttə parlamentdə məsələ qaldırırdıq. Parlamentə rəhbər seçiləndə biz bir neçə deputat yığışdıq. Və belə qərara gəldik ki, biz də Heydər Əliyevin namizədliyini verək. Mən onda təklif elədim. Naxçıvanlı deputat var idi. Ona dedim, mən desəm biraz düzgün olmaz, deyəcək, sənin nə əlaqən var, ancaq sən gedib gəlirsən. Sən məsələni qaldır, biz ondan sonra onu çevirdik. Elə də oldu, ancaq yaxın qoymadılar. Sonra bir müddətdən sonra artıq başa düşdülər ki, Heydər Əliyevsiz bu ağır vəziyyətdən çıxmaq mümkün olmayacaqdı. Bax, ən ağır günlər ondaydı. Heydər Əliyev gələndən sonra pillə-pillə məsələlər həll olundu. Hamısı öz başınalığa son qoyuldu. Öz başınalığa son qoyuldu. Bilirsin necə idi? Milli Məclisin qabağında pencəyin, bax, pencəyin altında avtomatla gezən adamlar var idi. Özünü bir samballı şəxsiyyət hesab edən nəfərlər özləri üçün 2-3 nəfər can-güdən saxlayırdılar. Çox belə ağır bir vəziyyət var idi. Heydər Əliyev gəldi, ondan sonra vəziyyət yavaş-yavaş düzəlməyə başladı. Ondan sonra da ağır şeylər oldu, hadisələr oldu. Dövlət çevrilişi məsələsi oldu. Heydər Əliyevin 2 dəfə sui-qəsd məsələləri oldu. Ancaq hamısına davam gətirdi və Azərbaycanı diz üstündən qaldırdı. Arif müəllim, bildiyimiz kimi uzun illərdir dövlət işlərində çalışmışsınız və çalışdığınız müddətdə ən yadda qalan arzu, belə desə, istəyiniz və ən böyük uğurunuz nə olmuşdur fəaliyyətinizdə? Vallahi mən işləmişəm, onu bir uğurzat hesab etmirəm. Mən hesab edirəm ki, bir çoxlarından tez başa düşmək ki, Heydər Əliyev gələcək və onu geniş kütlələrə yaratmaq, mən hesab edirəm, mənim həyatımda ən uğurlu yaqın addım olubdur. Arif müəllim, Azərbaycanın gələcəyi ilə bağlı hansı arzularınız var? Azərbaycanın inkişaf edən bir ölkədir. İqtisadi cəhətdən, sosial cəhətdən, beynəlxalq aləmdə tənqid olsa da, ədalətsiz münasibət bildirilsə də, Azərbaycan beynəlxalq aləmdə mən hesab edirəm öz yerini tutur. Öz sözünü demiş bildim. Öz sözünü deyir və bunun da müəllifi mən hesab edirəm ki, bizim prezident İlham Əliyevdir. Bu yaxından o adada beynəlxalq konferans keçirildi. Orada bütün məsələlərə ətraflı izah elədi, dedi. Və dünya dəyişir tamamilə. Və bax, bu dünya dəyişində indi Amerikada təzə prezident seçilibdir. Düzdür. Onun hərəkətlərlə ola bilsin, hamısına razılaşmaq olmaz. Ancaq
o durğunluq, o ədalətsizlik, o hökmranlıq ideyalarına o müəyyən qədər son qoyur. Bax, bu istiqamətdə bizim prezident də, bizim ölkədə çox, mən hesab edirəm, uğurlu addımlar atır. Arif müəllim, hansı dəyərləri gənc nəsillərə aşılamağa çalışırsınız? Gənclərə mən hesab edirəm, ən böyük onlara məsləhət görməyim, o milli mənəvi dəyərləri qiymətləndirsinlər. Bu dəqiqə dünya demək olar ki, ağlını itiribdir. Misal üçün, mən başa düşürəm, təbiət belədir ki, hər şeydə iki olmur. Yəni, ağ-qara, kişi, qadın. Arada şeylər də olur. Ancaq onları qaldırıb yüksəyə qaldırmaq və demək ki, əsas insanlar bunlardır. Bu, əlbəttə, böyük bir səhvdir. Avropa ölkələrində, bəzilərində tualetlərdə oğlan, qız və nə oğlan, nə qız olan üçün kabinalar düzəldilir. Bu ağılsızlıq, bu mən hesab edirəm ki, insana qarşı çox böyük bir təhqirdir, bəli, təhqirdir və milli ənəvi ənənələrimiz, bizim o etik normalarımız başda olmalıdır və o normalara mən hesab edirəm ki, bizim xalq bağlıdır. 44 günlük müharibədə onu bir daha sübut elədi. Sonraki antiterror əməliyyatıdır, sonraki müddətdə. Odur ki, milli mənəvi dəyərlər ən əsas məsələ odur. Mən demirəm ki, indi hamı gedib oruç qılıb namaz qılmalıdır. Ancaq o normalar ki var, onlar mütləq gözlənilməlidir və gözlənilir. Biz uymamalıyıq o xaricin təzyiqlərinə, bəli. Sizin bəs şəxsi həyatınızda sizə rəhbərlik edən əsas prinsiplər nələrdir? Yəni, tam belə desək, gənc nəsillərə aşıladığınız əsas dəyərlər varsa, sizin həyatınızda bu hansı vacib dəyərlər siz önəmli hesab edirsiniz? Hesab edirəm ki, işə çox belə ciddi yanaşmalıdır, tənqidi yanaşmalıdır insanlar. Nöqsanları heç vaxt deməməlidir ki, mənlik deyil. Görəndə də ki, tutalım biri siqaretin yerinə atır, yaxınlarsın ona desin. Bax, biz bu məsələlərə nail olsaq, mən hesab edirəm ki, Azərbaycan xalqı bir neçə addım da irəli gedər. O laqeydlik, mənlik deyil məsələsindən biz gərək uzaqlaşaq. Arif müəllim, sonuncu sualımı ünvanlamaq istəyirdim. Sizin siyasətdə olduğunuz müddətdə şəxsi dəyərləriniz və prinsipləriniz nə qədər qorunub saxlanılmışdır? Mən hesab edirəm ki, ilk növbədə insan özü o prinsipləri qoruyub saxlamalıdır. Onun uğrunda laf mübarizə də aparmalıdır və mən həyatım dövründə həmişə çalışmışam ona nail olam. Eyni zamanda da dövlət siyasəti də buna yönəldilibdir. Köklənibdir. O nöqteyi nəzərdən mən hesab edirəm, Azərbaycanın gələcəyi çox yaxşıdır. Çox sağ olun Arif müəllim, fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Sağ olun. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə idi. Gələn görüşlərə dək.